Real intervyu efirdədir. Düz 5 il əvvəl bir həftədən artıq idi ki, Vətən müharibəsi başlamışdı. Hər gün bir kənd, qəsəbə və rayonun düşməndən təmizləndiyi xəbərini alırdıq. Amma müharibə dövründə Azərbaycan ordusu heç bir mülki insanı, obyekti hədəfə almırdı. Yalnız hərbi obyektlər hədəfdə idi. Ermənistan isə əksinə mülki əhali, yaşayış obyektləri demədən terror aktı törətməkdə davam edirdi. Hədəfə alınan ərazilərimizdən biri də təbii ki, Gəncə şəhəri idi. Ermənistanın təxribatlarından, mülki əhaliyə qarşı törətdiyi terror aktlarından danışacağıq. Qonağımız siyasi şərhçi Məhəmməd Əsədullahzadədir. Salam Məhəmməd müəllim. Xoş gördük. Məhəmməd müəllim, 5 il əvvələ istəyərdim bir nəzər salaq. 2020-ci il oktyabrın 4-ü idi və səhər saatlarında, səhər 10 radələri idi, səhv etmirəmsə, ermənilərin atdığı raket Azərbaycanın ikinci böyük şəhərinə belə deyək ki, tuşlandı və mülki əhali orada bir neçə nəfər belə deyək ki, həyatını itirdi, şəhid oldu. Bununla bağlı istəyərdim fikirlərinizi alaq. Ümumiyyətlə, buna görə Ermənistan hansı məsuliyyəti daşıyır, nəyə görə məhz hədəf mülki əhali idi? Təbii ki, Azərbaycanın cəbhə xəttində uğurları və Ermənistan silahlı qüvvələrinin hərbi dayaq nöqtələrini, postlarını, həmçinin onların geri çəkilməsinə məcbur edirdi və düşmən cəbhədə böyük itkilər verirdi və göründüyü kimi hədəfi yayındırmaq üçün bir növ Ermənistan tərəf hesab edirdi ki, Azərbaycanın mülki infrastrukturunu, mülki insanları hədəf almaqla Azərbaycan da asimetrik cavab verəcək və nəticədə Azərbaycana qarşı müəyyən beynəlxalq sanksiyalar tətbiq oluna bilər və beynəlxalq birlik prosesə cəlb edə bilərlər. Ona görə də Azərbaycan ikinci böyük şəhəri Gəncə seçildi və yaşayış infrastrukturu, mülki insanlar hədəf alındı. Bu birbaşa hərbi cinayətdir və bu ümumiyyətlə qəbul edilmiş müharibə qanunlarına da zidd. Ümumiyyətlə müharibənin də aparılma qaydaları var və burada hər hansı bir mülki infrastruktur, mülki insanlar hədəf alınmamalıdır və nəzərə alaq ki, cəbhə bölgəsindən onlarla kilometr uzaqda böyük bir şəhərə məhz ballistik raketlə atəş açılıb və bu da təbii ki, Ermənistanın məhz müharibənin vaxtında mülki insanlara qarşı terror aktı kimi də qiymətləndirmək olar. Bu konkret olaraq terror aktıdır və müharibənin nəticələrdən asılı olmayaraq mülki insanları cəbhədən onlarla kilometr məsafədə hədəf alınırsa, bu cinayətdir və terror aktıdır və mütləq şəkildə bu dövlət məsuliyyətə cəlb olunmalıdır. Və təbii ki, Azərbaycan bu məsələ deyəndə təmkinli, səbirli oldu və düşmənə yalnız və yalnız cavabı məhz cəbhə xəttində, döyüş meydanında verdi və onun nəticələri də məhz Ermənistan üçün ağır oldu. Və bu Gəncə terrorunda demək olar ki, yaşlı insanlar, uşaqlar həlak oldu və onun hələ də bunların acı taleyi yaşanır və bundan sonra da yaşanacaq və Azərbaycan xalqı qəti şəkildə Ermənistan bu faciəsini, bu terrorunu qəti şəkildə yaddan çıxartmayacaq və düşünürəm ki, bu növbəti mərhələdə beynəlxalq məhkəmələrə də qaldırılmalıdır. Baxmayaraq ki, Ermənistanla müəyyən sülh prosesində irəliləyişlər var və de facto müəyyən sülh paraflanması var, sülh var. Amma bu demək deyil ki, Ermənistan həyata keçirdiyi terror və hərbi cinayətlərdən yaxasını kənara çəkməlidir. Düzdür, Ermənistan tərəfi çox çalışır ki, danışıqlar prosesində də məhz qarşılıqlı olaraq beynəlxalq məhkəmələrdən iddiaları geri götürülsün. Amma bu faciədir. Baxın, müharibə vaxtı Azərbaycan nəinsə işğal olunmuş ərazilərdə nəinki mülki infrastruktura və mülki ermənilərə zərbə vurmadı. Ermənistan ərazisində də belə bir hərbi hücum həyata keçirilmədi. Məhz Azərbaycan öz ərazilərində, işğal olunmuş ərazilərdə elə bir dəqiq müharibə əməliyyatları, azad olma əməliyyatı aparıldı ki, və bu dünyada bunun analogu yoxdur. Ümumiyyətlə, tarixdən də məlumdur ki, tarixdən və bugün Qarabağ müharibəsindən sonra da aparılan müharibələrdə biz görürük ki, bir çox ölkələr demək olar ki, müharibə aparanda qəti surətdə müharibə qanunlarına əməl edilmir, mülki infrastruktur da vurulur, mülki insanlar da öldürülür. Amma Azərbaycan bundan bir nümunə yaratdı və düşünürəm ki, demək olar ki, beynəlxalq birliklər də
buna qiymət verməlidirlər. Hətta düşünürəm ki, verirlər də. Bir çox dövlətlər də bundan nümunə götürməlidirlər. Çünki belə bir əməliyyat tarix boyu olmayıb. Müharibə aparırsan və orada yaşayan dinc insanlara qarşı hər hansı bir güllədə dəmir mülki infrastruktur da dağılmır. Və bu Azərbaycan nə qədər humanist olduğunu göstərdi. Azərbaycan beynəlxalq hüquqa, müharibə qanunları necə cərrahi əməliyyat şəklində aparıldığını göstərir. Amma Ermənistan nə etdi? Onlar isteriyaya qapıldı və Azərbaycan xalqını, mülki insanları cəzalandırmaq yolunu seçdilər. Təbii ki, mən düşünürəm ki, bu cavabsız qalmadı və artıqlaması ilə biz döyüş meydanında onların cavabını verdik. Bəli, Azərbaycan müharibə dövründə heç bir, belə deyək ki, Ermənistanın mülki, belə deyək ki, insanlarını hədəfə almadı. Amma Ermənistan çox təəssüf ki, əksinə bizim demək olar ki, Gəncə, təkcə Gəncə deyildi ümumiyyətlə, Tərtər idi, Mingəçevir idi, Bərdə idi ki, orada da kifayət qədər bəli terror aktları törətdilər. Bir məsələ istəyərdim diqqət çəkək. Siz bilirsiniz ki, indi belə deyək ki, Azərbaycanda erməni əsilli şəxslərin məhkəməsi gedir. Məhkəmədə müəyyən fikirlər səsləndirilir. Biz tez-tez onları izləyirik yaxından. Amma orada müəyyən etiraflar da oldu. Bilirsiniz ki, onların hədəfində həm də Gəncə Beynəlxalq Hava Limanı idi ki, baxın, bu isə onu göstərir ki, Ermənistan belə deyək ki, bir neçə istiqamətdə Azərbaycana qarşı terror törədib. Təkcə mülki insanlar hədəfə alınmıyor. İnsanlıq əleyhinə cinayətlər var burada, müharibə cinayətləri var ki, onlar belə deyək ki, bu konvensiyaları pozublar. Bu beynəlxalq təşkilatlar məsələn Ermənistana qarşı düzdür, vaxtında heç bir addım atmadılar o dövrdə. Bundan 5 il ötübdür. Amma indən sonra hansı addımlar atıla bilər? Təbii ki, təkcə Gəncədəki mülki infrastrukturu, oradakı hava limanını təbii ki, onların hədəfi idi, amma buna nail olmadılar. Azərbaycanın havada müdafiə sistemləri vaxtında adekvat tədbirlər görüldü və onların raketləri hədəfə çatmadan vuruldu. Həmçinin təkcə Gəncə deyil, Bakıya da onlar bir neçə dəfə hətta İskəndər ballistik raketləri atdı və Azərbaycan bir daha özünün müdafiə qabiliyyətinin necə möhkəm olduğunu, havada müdafiə sistemləri onları zərərçiləşdirdi. Tamamilə çox düzgün qeyd etdiniz. BMT-nin 4 qətnaməsini Ermənistan yerinə yetirmədi 30 il ərzində. Həmçinin Beynəlxalq Haqq məhkəməsi var. Bilirsiniz ki, Gəncə terrorunu törədəndən əmr verənlər mütləq şəkildə onlar beynəlxalq tribunala verilməlidir və bu terror haqqıdır. Srebrenitsa qətliamında bu kimi prezidentlər var və beynəlxalq cinayət məhkəməsi də belə müharibə cinayətləri törətmiş şəxslərin həbsi ilə bağlı orderlər verilir və bunun nümunələri də var. Amma Azərbaycan artıq əmr verənləri özü cəzalandırdı və bu da Azərbaycan gücünü göstərdi. Çünki Azərbaycan bilirsiniz ki, beynəlxalq təşkilatlara artıq etimadını itirib. 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 5 qətnaməsi yerinə yetirilmədi. Avropa, Qərbin müəyyən təşkilatlarında qəbul edilmiş qətnamələr və qərarlara məhəl qoyulmadı. Hətta 30 il ərzində işğal olunmuş ərazilərdə qurulmuş qondarma separatçı rejiminin üzvləri qərbə səfərlər edirdi, beynəlxalq təşkilatlarda çıxış edirdilər, hətta Amerikaya kimi gedirdilər və bu bir daha göstərirdi ki, Azərbaycan beynəlxalq təşkilatlara ümid ola bilməz. Və ikili standartlarla biz qarşılaşırdıq və Azərbaycan dediyimiz kimi çox dəqiq və cərrahi bir hərbi əməliyyat keçirməklə Gəncə terrorunu törədənlərin, əmr verənlərin çoxu bu günləri Bakı təcridxanasını bunlar çay içirlər. Təbii ki, bu da bizim onlara qarşı humanistimizdir. Onlar, biz baxırıq, görürük ki, onlar daha da rahat yerdə otururlar. Halbuki onların yeri ora deyildir. Rahat oturub qabaqlarında isti çaylar. Onlar daha çox sərt cəzalanmalıdır. Çünki beynəlxalq qanunlar, hüquqlar bunu tələb edir. Terroru törədənlər sərt cəzalanmalıdır. Biz bir çox ölkələrdə görürük ki, terroru törədənləri necə ağır işgəncə verməklə onları məhkəmə zalına xərəkdə gətirirlər. Amma onlar daha da geyimli, keçimli gəlib otururlar məhkəmə zalında. Amma buna baxmayaraq, təbii ki, Azərbaycan yəni də beynəlxalq hüquqa hörmət edir, ədalətli şəkildə bu məsələyə yanaşır və ədalətli Azərbaycanın məhkəmə sistemi bunlar barədə də çox
ədalətli qərar verəcək. Təbii ki, ədalətli qərar bundan ibarət olacaq ki, onlar mütləq şəkildə törətdiyi əməllərin cəzasını həbsdən alacaqlar. Yəni buna o tərəfi yoxdur. Aray Qartunyandır, David Babayandır. Bu kimilərin təbii ki, bunlar bu cinayətləri törədib, amma baxmayaraq ki, onlar bunu inkar edirlər və bu prosesin, bu əmrlər Ermənistanın siyasi hərbi rəhbərliyi tərəfindən, hətta bunun məsuliyyətini Nikol Paşinyanın da üzərinə atırlar. Amma baxmayaraq ki, Aray Qartunyan o vaxtı, müharibə vaxtı yadıma gəlir, Xankəndə deyirdi ki, bəli, Gəncəyə vurulmasını əmrini mən vermişəm. Mingəçevirə atılan raketlərin əmrini mən vermişəm. Amma faktlar var, sübutlar var. Təbii ki, Nikol Paşinyan işğalçı bir ölkənin baş naziri, o da bu məsələlərdə məsuliyyət daşır. Amma faktik ondan ibarət idi ki, bu prosesin iştirakçıları, separatçılar idi. Özləri də orada əmr verirdilər. Biz görürdük də videolarda, onları izləyirdik də. Ona görə də onların da ədalət qarşısındadılar, Azərbaycan məhkəmə qarşısındadılar və mütləq şəkildə onlar öz haqq etdiyi cəzalarını alacaqlar. Beynəlxalq məsələyə gəldikdə isə bilirsiniz ki, bu artıq Ermənistan-Azərbaycan məsələsidir. Azərbaycan artıq bunları cəzalandırır. Ermənistanla müəyyən normallaşma prosesi gedir. 8 avqustdan sonra bilirsiniz ki, liderlər də görüşür, bir çox istiqamətlərdə danışıqlar aparırlar və Nikol Paşinyanın da xahişi bundan ibarətdir ki, artıq qeyd etdiyim kimi bu kimi məsələləri beynəlxalq müstəviyə çıxarmayaq, sülh olsun. İndi bu məsələ təbii ki, Azərbaycan dövlətinin, rəsmi Bakının verəcəyi qərarlardan asılı olacaq. Aydındır. Ən acınacaqlı vəziyyət ondan ibarətdir ki, bizim bu mülki insanlar Smerç və U-toçka tipli qadağan olunmuş silahlara məruz qalırdılar. Mən indi istəyərdim ki, bu 6-sı uşaq olmaqla 26 mülki şəxsin həyatını itirməsini və 142 dinc sakinin yaralanması barədə fikirlərinizi alın. Bilirsiniz ki, bu yaxınlarda ötən həftə konkret olaraq Azərbaycanın dövlət başçısı Gəncəyə səfər elədi və orada memorial kompleksin açılışını etdi. İstəyərdim ki, bax, həm də ki, elə o, belə deyək ki, həmin o hadisədə həyatını itirən, belə deyək ki, şəhidlərimizin övladları ilə görüşdülər, onların ailə üzvləri ilə görüşdü və s. Ümumiyyətlə, bu memorial kompleks bizim üçün nə ifadə edir? Tamamilə doğru qeyd etdiniz. Memorial kompleksin açılması bir daha göstərir ki, Azərbaycan dövləti bu məsələni unutmur, bu məsələni tarixləşdirir və gələcək nəsillər də bunu bilməlidir. Bu tarixdir və bundan sonra da bizim birliyimizin, səhv etməməyimizin və güclü olduğumuzun bir rəmzidir memorial abidə və bu bir daha 21-ci əsrdə erməni terrorunun Azərbaycan xalqına törətdiyi bir cinayətin, terrorun bir rəmzidir. 1905-ci ildən, elə o tarixin o tərəfinə keçmirəm, ermənilərin Azərbaycanlara qarşı faciələri, soyqırımları həyata keçirilirdi zaman-zamanla. Amma buna baxmayaraq, yenə də müəyyən görüşlər olurdu, birgə yaşayış var idi. Amma göründüyü kimi biz bir çox məsələlərdən obyektiv və subyektiv səbəblərə görə nəticə çıxarda bilmədik. Rusiya, SSR, Rus işğalı, yəni bu məsələlər var idi. Amma artıq bizim müstəqilliyimiz əbədidir və Gəncə Memorial abidəsi də bizim qeyd etdiyim kimi təkcə erməni vəhşiliyinin, erməni terrorunun rəmzidir və bundan sonra biz ona baxıb nəticə çıxarmalıyıq və birli olmalıyıq, güclü olmalıyıq. Və cənab prezidentin də məhz ora səfəri, orada şəhid olmuş şəxslərin ailə üzvlərinə, övladları ilə görüşməsi bir daha göstərir ki, dövlətin qayğısı var, dövlətin diqqətindədirlər və məhz birinci şəxs bu məsələ ilə çox yaxından maraqlanır və cənab prezidentin məhz qayğısındadırlar. Və bu bir daha göstərir ki, Azərbaycan dövləti artıq bu kimi terrorla da barışmayıb, barışmayacaq. Bundan sonra da bu istiqamətdə də üzərinə düşən öhdəliklərini də yerinə yetirəcək.
Aha. Deməli 2020-ci il müharibə dövründə təkcə elə oktyabr ayında Gəncə düz 5 dəfə terrora məruz qaldı. Həmin dövrlərdə isə Ermənistan öz kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bu məlumatları pərdələməyə çalışırdı. Ümumiyyətlə nəyə görə onlar əməllərindən boyun qaçırmağa çalışırlar? Onlar demək olar ki, elə 1-ci Qarabağ müharibəsində də törətdiyi faciələri, insan qətliamlarını da onlar boyunlarından atırdılar. Dedilər ki, bunu biz etməmişik. Hətta Xocalı soyqırımını da onlar indi də inkar etməyə çalışırlar. Amma faktlar, sübutlar göstərir ki, bunlar bunu edib. Həmçinin Azərbaycan mülki vertolyotlarını da onlar müharibə vaxtı vurub. Onlar daima bunu inkar edirlər. Bir növ erməni yalanı. Çünki biz uzun illərdir ki, məhz erməni yalanının, məhz ermənilərin öz tarixi də yalan üzərində qurulub. Onların Miyaçun ideologiyası ilə yalan üzərində deyirlər. Bunların o yalanı erməniləri bir faciəsidir. Bu günləri onların uzun illərdir ki, iqtisadi blokadada qalması, onların məhz Azərbaycana qarşı başlatdığı Miyaçun işğal siyasəti, avanturası ilə yalan üzərində qurulmuşdur və həqiqətlər də artıq ortaya çıxdı. Məhz Gəncəyə də həyata keçirdikləri bu raket zərbəsini bunu inkar etməsi, amma baxmayaraq ki, Xankəndidə oturan dırnaqarası separatçı liderlər bunu etiraf edirdilər. Yəni, bu ermənin mahiyyətidir, yalan üzərində və onların indi də kütləvi informasiya vasitələrində anti-Azərbaycan, anti-Türkiyə təbliğatı gedir və yenə də bu məsələdə onlar manipulyasiya etməyi öyrəniblər və bundan sonra da Ermənistanın həyata keçirdiyi bu kimi siyasət daimi yalan üzərində qurub. Amma bilirsiniz, dövlətlərin siyasətinə müəyyən manipulyativ etmək olar. Və bu da dövlətin öz milli maraqlarını qorumaq. Amma Ermənistanda tamamilə elə bir yalan siyasət həyata keçirilir ki, bəzən bu Ermənistanın dövlətinin öz əleyhinə, xalqın öz əleyhinə çevrilir. Məhz Gəncə terroru da məhz bu günləri Ermənistan dövlətinin öz əleyhinə çevrildi. Aydındır. Çox sağ olun, təşəkkür edirəm sizə, minnətdaram. Qeyd edək ki, Gəncə terrorunun, eləcə də Vətən müharibəsi dövründə Ermənistanın təxribatlarından danışdıq. Qonağımız isə siyasi şərhçi Məhəmməd Əsədullazadə idi.